Assalamu alaikum, hürmetlik qarindoshlar. Hammanglarning mush vaqt xeyirlik bo'lsin. Men Shvetsiyadan ijod turg'un. Bundan 2 kun burun Sharq Turkiston surgunlik hukumatı Xitoyninki Sharq Turkistonda ilib berayotgan irqiy qirg'inchilikni hal qilish qarta jiddiy murojaat deb bir yozmani Uyg'urcha, inglizcha yozib, buni dunyoning har qaysi joylarida Sharq Turkiston tashkilotlaridan imza qo'yib o'zining irodasini bildirishni, bu bildirgan imza qo'ygan bu jadvallarni ratlab Amerika Avam palatasiga va munosabatli organlarga topshirilganligini qo'ydi. Men bu xatni Uyg'urchasini, inglizchasini hammasini tafsiliy ko'rib chiqdim. Tafsiliy o'qidim. Yaxshi yozilgan bir parcha xat bo'ldi. Shunun bilan birlikte özümdeki şəxsi bununki əhmiyyəti doğruluq nimisdə özümün şəxsi qarşısını oturup qoymakçı. Bununki birinci paydası bu yerdə Şərq Türkistan xalqınınki milli iradəsini bildirgəl buludu bu xət arqılıq. Yəni yıllardır mən cəx sorab keçiklik Şərq Türkistan xalqı nimini xalayıslar. Bilənlər Avtonomiya deyilkensler, yeni bilanlar insanlıklar deyilkensler, yeni bilanlar indigenes deyilkensler, yeni bilanlar müstakillik deyilkensler. Sen azad iradanlar nimo deyilgen bu suallar izchil nim qılıqlıq hem Uygurlarning, Şərq Türkistanlıqlarniki nimisi iniq emas deyilgen bunda nimləmu çetellik tədqiqatçılar ve siyasetçilerden bu nəsə çıx sorluqluq. Bu dünyanın hem yerli, yüz birliklik hem duş keliklik məsələlər. Bu yazmanınki təşkilatlarınki qoyuluşdan bir irade bildirildi deb qarayman. Birincisi de. İkincisi de bu təşkilatlarınki bu məsələyə ortaq imza qoyuş arqılıq Şərq Türkistanınki müstəmləkə ekanligi, Şərq Türkistanınki müstəqillikni qaytarıb elish, birdən-bir chiqish yolu ekanligini bildirish. Bu arqılıq yeni Şərq Türkistan xalqıga vakaleten dünyanın har qaysi yerlərdə iş qılıb atqan təşkilatlarınki ularning nimini xalaydiganligini bildirdi. Yəni çünki xalqaro qonun bo'yicha bu diasporadagi harakat qilib atqan təşkilatlar, fəaliyyət berib atqan təşkilatlar Şərq Türkistan xalqınınki vəkili deb qaraldı. Yəni xalqqa vakaleten bular siyasi iradəsini muşlar ve vekillik kıldı deb qaraydı. Şun devletlermi bu teşkilatlarının vekilleri görüşken çağda bunu soraydı. Bunun bu xatki köpçilik teşkilatlarınki imza koyuşlan bizning ortak şekilde oxşaş bir niyette bir məqsəddə müstəqillikni xalaydiganligimizni ve Şərq Türkistan zeminini müstəmləkə deb tanışını talab qılganligimizni talab qilish arqılıq bu təşkilatlarının istikini mi gösterip belgili buldu. Bu ikinci paydalık nokta. Üçüncü paydalık nokta nimo degen çağda bu yerge köpçilik təşkilatlar imza koygandan keyin bu yerde bu bir torbetke bu bir arxiv şekilde bir dokument şekilde buludu. Bunu faqatla Amerika Kongresi Avam Palatası emas, dünyanın başka joylaridagi parlamentlarga, hukumatlarga, tədqiqat mərkəzlərinə münasibətlik ve her qaysi xalqaralıq çoğun təşkilatlarga bunu körsətkili bulunğan bir materialga aylandı. Yani Şərq Türkistan xalqınınki ve təşkilatlarınınki istemekçi olan iradesi bu deb. Bu eneylik görüşken çağda quruq eğizimizden biz bunu xalayımız degen qaraganda Monumentçilik təşkilat biz bunda bir xat kampaniyasını qilgan, başlagan toq. Bunu mında ma köpçilik mında təşkilatlar imza qoydu. Ve bizden xalaydiganimiz, ortak xalaydiganimiz müstaqillik ve bunu əsliga kelish uchun bunu eng oldi bilan Şərq Türkistan zeminini müstəmləkə tanışыңlar ve bu irqiy qirg'inchilikni to'xtatishinglar deydigan bunu bir dokumentlaştırıp, hüccetleştirip oturup koyuldu bu üçüncü tarafi. Çünkü G'arbda bulup emmeyden yaxshi bilgandek bu isbatga qaraydi. Yazılgan, nemiga e'langan, ovoz e'langan narsalarga qaraydi. Şun bunun narsasi bilan üçüncü paydalık narsa bir qo'limizda arxiv ve isbatlovchi isbat bo'lib bu shakllandi. Endi to'rtinchi narsa bu orqali biz xalqaroning bizdan so'rayotgan savoliga bir javob beramiz. Dunyodagi qaysi hukumatlarga, parlamentlarga
her qaysi münasibətdəki tədqiqatçılara bunun cavabı verilmez. 5-ci nöqtəsi olsa, Şərq Türkistanlıqlardan izcil sorawatqan bir nəsə var. Yani sorawatqan demiş, Şərq Türkistanlıqlara qarta izcil bu nem qılıvatqan, sual qoyuvatqan bir nəsə. Yani bularınki ortaq birlik gələn bir birlik nemisi yox, bular işlarda özünün milli mənfəət, milli məsələlərdə bular birlik kilənməydi deyilən aslında izcil bir sualını qoydu. Və sizlər qaysınlar zaten bütün Şərq Türkistanlıqlara vəkil qılısılar deyilən bu suallarını cıq soraydı. Tamam, hiç kim yalğız şəkildə vəkillik qılanmaydı. Fəqət özünün təşkilatçı bütün vəkillik qıldı. Amma biz Moşu xətini ortaq qoyuşumuz, imza qoyuşumuz arqılıq bizninki niyət məqsədimizdinki, yetməkçi olan gayemizdinki, siyasi irademizdinki ip bervatqan körüşümüzün yetməkçi olan nişan gayesini ifadələş arqılıq dünyaga ve bizge sual qoyulvatqanlarga ve Uygurlar, Şərq Türkistanlıqlar sizlər parça-parça oxşamaydigan nərsəni xalaysızlar deganlarga bir cavab berişlə birgə bir birlikimizni köstimiz. En axırda deydigan nöqtə 6-cısı bolsa, bu faqatlamki Amerika nemisiga bugün başlanıb bu imza qoyulub əvətilsə, bunun için Avrupa Parlamentoga, Kanada, Avustraliya, Yaponiya ve İslam Birliği Teşkilatı ve dünyanın her qaysı yerleri ki bizge alaqadar bolğan, biz münasibət qılıvatqan hər qaysı dövlət hökumətlərə bunu bəhsək texmi yaxşı olur. Çünki abaylıqimdə Şərq Türkistan məsələsində nem xalaydıqanlığımız, nem qılğanlığımız bir mövhümləşdirilgan, yəni mən daha degan çağda suyuqlaşdırılgan boğaşqa bu nəslərdə. Yəni siz zaten nem xalaysızlar degan nəsə nem bulmaydı. Çünkü iniq cevap verilmeydi. Şun manınğa sel qaramay təşkilatla təşkili düşünüşməslik, təşkili ziddiyət, təşkili rəqabət nəsini qayılıb etib bu işini kim başlatqan bolsun, bunun onundan nem emas. Bu qılğan işinin məqsədinin nemisinin toğra məzmunu yetməkçi olan nişan əmimiz xalaydıgan bir nişan, yəni müstəqillıq. Yani bunu itiraf kıldırışımız hemimiz xalaydıgan bir нәрсе. Şərq Türkistanın müstəmlikə zəminlikəni itiraf qılışını xalaydıgan. Bu qırğınçılıqni toxtutuşunu, bu yerdə bir müstəmlikəni axırlaşdırışını hemimiz xalayımız. Bu nəslə arqılıq dünyaya verilən mesajimizni ortaq bir bildirsək, bütün dünyadakı hökumət parlamentlarına bunu əvətib, bunu material şəkildə sunsaq, bizim nurgun işlərimiz yaxşı bulur. Gerçi bunu damallıqı qollab nem qılmaslığı mümkün. En azından iş bulmaganda bular bir düşüncege ega oldu biz doğruluq. Tamam, bugün itiraf kılanmaslığı mümkün. Çünkü Xitay bilen olan diplomatik münasibetler sebebinden. Ama bizden nemi isteydiğanlığımız, milli irademizni, halkımızdan ve teşkilatlarımızdan nemi xalaydiğanlığına getmek çoğunu bilgendikin, bu devletlerin tutulgan siyasette bunun karta tutulgan gibi. Şuna şəxsən mən özüm bu nərsini toğrudab qarayım. Şun meninki bu qoyulğan çağırıqnamenikin nəhayət təfsili oxub çıxqandikin meninki özümdən bayıqqan nöqtələrim şu. Həməyləngə rəhmət. Allah razı olsun. Şuna bu nərsiki sal qaramasdan təşkilatlarınki imza qoyuş arqılıq bu aldığımızda kelgan bu fürsətni yaxşı paydalanışqa tavsiya qilma. Yeni bir qitim əməyləngə rəhmət vaxtlarını çıxırıb anlığanlıqlar üçün görüşkiç aman bulunlar. Allah'a emanet.